Hoş gelmişsiniz Almaz xanım. Dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. İstərdik ki, izləyicilərimizə özünüzü daha yaxından təqdim edərdiniz. Almaz Xanlarova 65-i ötmüşəm. Yaş öz təyin eləyərsiniz. İlk ixtisasım şərqşünaslıqdır. Amma psixolingvistika üzrə elmlər doktoruyam. Almaz xanım, bugünkü mövzumuz sizinlə danışmaq istədiyimiz sözdür. Almaz xanım sözün tərifini verəsi olsa, nə deyə bilər? Mən əslində din xadimi deyiləm. Amma düşünürəm ki, bütün türlü aləmi yaradan var və sözü də yaradan Xalib var. Və söz Allahın insana bəxş elədiyi ən böyük, ən vacib nemətlərdən biri ki, Nizami Gəncəvi deyir ki, sözün də su kimi lətafəti var. Və sizcə bu lətafət nədədir? sözlə su çox maraqlı bir cəhətdir. O mənim elə eyni işimdə də ondan başlamışdım. İkisinin də çox möhtəşəm bir rolu var. Strukturlaşdırma rolu. Sözü elə istifadə eləmək lazımdır ki, o söz yenə deyirəm, ruhu aləmdən gəlib baxın, kainatdan gəl, xəlq olunub. Məhəmməd Füzuldə deyir, xəlqə ağzın sirrini hər dəm qılır izharı söz. Sonra təəccüblənir. Məsirdir, kim olur, hər ləhsə götürən barı söz. Yəni, hər ləhsə o faza keçidləridir. Yoxdan var o söz. Amma bu sözü işlədən var. Verən yaradandır, işlədən yaradanın yaratdığı insandır. Bunların ikisinin münasibəti əgər doğru olursa, söz də doğru yerinə yönəlir. Yəni, insanla yaradan arasındakı münasibət düzgün qurulubsa, insan sözdən düzgün istifadə edir. Yoxsa elə sözün necə gəldi, bütün həyatda istifadə elədiyi hər şey kimi söz də qiymətin dışı kimi işlədir. Bayaq özünüz də qeyd etdiniz, Məhəmməd Füzulinin söz qəzəlindən bir parça dediniz. Sonda Məhəmməd Füzuli deyir ki, gəl çox istərsən Füzuli, izzətin az et sözüm. Kim çox olmaqdan qalıbdır, çox əzizi xar söz. Sözçiliyə toxunub. Daha çox sözlər deyilə bilər, lakin bəzi sözlər mənasız deyilir. Siz nə düşünürsünüz bu haqda? İcazə verin, mən ona Quran-Kərimdə ayə var, İbrahim surəsində, ondan cavab verim. Deyir ki, xoş söz budaqları göyə ucalan ağac kimi olur. Yəni, yaxşı söz insanı ucaldar. Xoş söz gözəl, yaraşıqlı söz demək deyil. Əslində, xoş əhval-ruhiyyə yaradan söz. Amma yenə də onun da əgər qədəri çox olsa, insanı bezdirər. Yəni, danışanda təbii ki, əsas fikri çatdırmaq üçün qarşıdakı tərəfə xoş əhval-ruhiyyə ötürən sözlərdən istifadə eləmək lazım. Məsələn, istəyirsiniz bir misal çəkin. Bu yaxınlarda mənə bir cavan xanım müraciət elədi. Ailədə problemləri yaranıb. Dedi ki, istəyirəm yoldaşıma bir söz deyim. Deyim ki, belə getsə biz ayrılacağıq dəqiq ki. Mən ona dedim ki, yox, sən o cür demə. Sən de ki, bax, bilirsən, biz bir-birimizi istənişik də həmişə. Mən səni indi də istəyirəm. Bax, sözün seçilməyinə baxın, o cıxara, bu cıxara. Sən bütün bu münasibətindən mənə əzab verirsən. Mən istəməzdim üzarıva. Amma belə getsə, deyirsən, sənin istədiyin olacaq. Yediniz? Nə deməsi? Yəni, sözün yerində işlədilməyi var, sözün təlqin gücü var, sözün təsir gücü var və sözdən sözə fərq var. Ona görə deyir ki, el arasında deyir ki, söz var, insan dağa qaldırar, söz var, insan dağda salar. Və deyirlər ki, söz ağızdan çıxandan sonra artıq sənin deyil. Siz necə düşünürsünüz? Məsələn, mən subyektiv olaraq fikirləşirəm ki, söz ağızdan çıxandan sonra belə insanındır. Çünki o insanın beynində bişib və ağzından çıxıb.
Yəni o insana ait bir sözdür. Başqasına çatsa belə o söz bizimdir. Və siz nə düşünürsüz? Əgər sahibsənsə bir şeyə buna cavabdehsən, deməli o sözə cavabdehdir. O yadınızdadır, söhbətin əvvəlində dedik ki, söz mütləq öz haqqını istəyir. Bəzən hakim rolunda olur. Zaman gəlir, o söz məhkəmədə olur. Təsəvvür edirsiniz? O mənada getməz qılınc yarası gedər qılınc yarası getməz söz yarası deyirdi. Və sizin qeydiyimiz sual o mənada doğulur ki, yəni belə cavablandıraq ki, həqiqətən söz yarası getmir. Bayaq dediyim ki, getmir. Sözün yarası getmir. Amma niyə biz ancaq ağır sözdən danışaq ki? Xoş sözün də gözəlliyi itmir. Bax, xatirələr var. Məsələn, xatırlayırsan, deyirsən ki, hə, atam bir sözü demişdi. O dəqiqə enerjin dəyişir. Və ya sevdiyin insan sözü demişdi. Başlayırsan xatırlamağa, çox maraqlıdır. Olub, keçib, bitib. Sən o sferadan çıxmısan. Amma yenə də yaşayırsan. Deməli, nə? Söhbətdir. Söz enerjinin əslində materiallaşmış forması ki. Bu mövzu haqqında daha dərin danışmaq istərdik. Sözün enerjisi çox maraqlıdır. Çox möhtəşəm mövzudur. Bunu bir dəfə ilə bitirmək olmur. İstərdik ki, bu məsələyə daha dərindən toxunaq. Sözün enerjisinə, insanlar üzərində yaratdığı enerjiyə. Əslində sözün ilk missiyası yaratmaq olur, dağıtmaq olmuyor. Ümumiyyətlə, yaradan, xaliq, yaradan deyirik də, xaliq xəlq edən. Allah da eyni mənanı verir. Hansı cür deyirsiniz deyə. Ümumiyyətlə, onun o təyinatı, istənilən bir şeyə verdiyi təyinatı həyatdır. Həyat. Bayaq dedik, sözlə su çox oxşayırlar bir-birinə. O mənada sözdə həyat yaradır, su da həyat yaradır. Sözdə canlandırmalıdır, su da canlandırır. Su canlandırır onsuz da. Amma baxın, sözün də su kimi lətafəti var, hər sözü az demək daha xoş olar. Bir inci saqlığı varsa da suda, artıq kiçiləndə dərd verir suda. Həmən şeydir. Gör, nə qədər oxşardılar. Ya bunlar bacı-qardaşdır, ya da eynidirlər. Bax, mən hətta yol gələ-gələ fikirləşdim ki, suyun tərkibi H2O-dur da. Deməli, nəfəs və hava. Suyun tərkibi. Söz də insana nəfəs verir. Yaradır. Çünki ilk yaradılış da nəfəsdən olub. İlk dəfə Allah qalı öz nəfəsini üfürüb, yaradıb. Ol deyib, olub. Bax, əvvəl nəfəsini verib, sonra söz işlədi. Ol. Deməli, nəfəs verilən şeylərin hamısı canlandırır. Amma nəfəsi kəsən, nəfəsi körməyən şeylər enerjini dağıdır. Ona görə də Quran-Kərimə yenə istinad etsək, orada İbrahim surəsində deyir ki, bəndələrimə de ki, bir-birlərinə xoş söz söyləsinlər, yoxsa aralarına şeytan girər. Və xoş söz nədir? Əslində bəd söz nədir? Bəzən xoş görünüb bəd məqsədlə işlənilən sözlər də var. Məsələn, bir xanım tutalım, o birisinə deyir ki, bax görün, qalxar mənə yaraşır. Bunun niyyəti nədirsə, sözün enerjisi olacaq. Sözdə bəd enerji yox, niyyətdə var. Bu da buna deyir ki, yaraşır. İndi jestlərin mimikasına da fikir verim, bədənin də var axı. Yaraşır. Amma bilirsən, sən bunu qeyib çıxsan, elə bir ki, adamlar sənin haqqında biraz yaxşı fikirləşməzlər. Əslində gözəl yaraşır. O, həmən xanımın niyyətindən asılıdır. Əgər onu yaxşı məqsədlə, yaxşı niyyətlə söyləyirsə, o qaltarın hansısa naqisliyi varsa, naqislik sözdə deyil. Əməldə niyyətdədir. Niyyət. Xanımın niyyəti gözəldirsə, qəssalam, məqsəd sona yetir. Qadınlar necə qurmalıdır ki, daha təsirli olsun cümlələr? Mən sizə bir şey deyim.
İnna Çurikova adında bir aktrisa var idi. Çox çirkin idi də. Maruska filmində o evəcər Maruskanın tərəf müqabilini oynayırdı, qızı. Çirkin qız olduğuna görə anası bunu ərə vermək istəyib. Orada o rol oynayırdı. Sonra bir başqa filmdə filmin adı yadımdan çıxıb, amma orada bu Janna Dark roluna çəkilməlidir. Hətta qışqırır ki, "Akimiti my ruki, ubiriti my ruki" deyir, əllərim mənə mane olur da danışanda. O İnna Çurikovanı o qədər sevdi ki, tamaşaçı. O qədər sevdilər ki, hər iki rol. Heç birində mən sizə deyim, İnna Çurikova özü lətafətli itirmədi. Baxmayaraq ki, zahirən gözəl deyil. Qadın su kimi istənilən formata düşə bilər. Su da hansı qaba girirsə, onun formasını qəbul ediyor. Ona görə qadının mühiti, kobud mühit olanda qadın başlayır çox kobud sözlər işlətməyə. Yəni, o dəqiqə qadına hücum eləmək lazım deyil. Mən feminist nöqteyi nəzərindən danışmıram. Sadəcə demək istəyirəm ki, qadını kobudlaşdıran onun düşdüyü mühit, onunla rəftar. Bəzən isə onun Allahın ona təyin etmədiyi yükü daşımağının ucbatından o. Məsələn, tək qadınlar. Çox vaxtı sərt sözlərdən istifadə edirlər, çünki onlar həm kişidirlər, həm qadın. Bunu həm də bir növ qorunma üçün istifadə edirlər bu sözlər bəlkə də, çünki təkdilər. Deməzdim həmişə qorunmaq üçün, daha çox özlərinə güc vermək üçün istifadə edirlər deyər. Elə bilirlər ki, özlərinə güc verirlər. Amma mən düşünürəm ki, elə öz lətifliklərində qalsalar, kişi ifadələrini az işlətsələr, daha güclü olarlar. Bəs qadınlara tövsiyəniz nə olardı? Bu cümləni belə işlətməyin, belə işlədin. Yox, heç vaxt o söz deməmişəm. Demişəm ki, o da özləri əgər neysə, məsləhət almaq istəyirlərsə və ya sual veriblərsə, məsələn, demişəm ki, elə sözlər var ki, insan həyatını proqramlaşdırır. Çox ehtiyatlı danışmaq lazım. Məsələn, cavan xanımları, mən talihsizəm, mən bədbəxtəm, mənim işim qız gətirmir. Elə bir ki, proqram verir. Həyatına proqram verir. Verdikcə də güclənir. Və yaxud bütün günü talihsizliyindən şikayətlənir. Yaxşı, anladım. Başa düşdük. Heç bir qadının həyatı asan deyil. Amma bütün günü belə deyək də, ağlaşma qurmaqdan həyat gəlir, o vəziyyətə düşür, elə bir aşağı sferaya düşürsən, oradan qalxa bilmirsən. Və sözün təsir gücü çox güclüdür. Ona görə də qarşı tərəfə, xüsusilə də əks cinsə, sözlərimizi demək üçün psixoloji olaraq necə təsir eləmək olar? Yəni, sözləri necə istifadə eləmək lazımdır? Necə cümlələr qurmaq lazımdır? Psixoloji olaraq. Xüsusi məqsəd daşımaq lazım deyil. Yedə niyyətin ara, mənzilin ora. Birinci, beynini sakitləşdir. Dəniz aram olanda orada adam az batır. Sakit dənizdə adam batmaz. Psixoloji təsir barədə də düşünmək lazım deyil. Amma təsir eləmək istəsək? Yəni, valla, siz təsir eləmək istəsəz özünüz şəxsən, yenə deyirəm, əvvəl deməmişdən qabaq aramlaşdırın. Mən həmişə deyirəm ki, evdə uşaqlara da deyirəm, istər qadın, istər oğluma, istər qızıma, indi nəvəmlə məşğul onda deyirəm. Deyirəm, əgər hissənmisənsə, birinci sözü demə. Dilinə gələn birinci sözü demə. Onu uq, bir neçə dəqiqə keçsinin, sözsü kimi daxil, axıb gedəcək. Sonra düşün, dəqiq sözü seçdi. Dediniz ki, yaşım 65-dən çoxdur, özünüz təyin eləyin nə qədərdir, amma maşallah çox cavan qalmısınız, gözəl qalmısınız. Bəs qadını bu cür gözəl saxlayan nədir? O el arasında bir söz var, deyir qadını əri saxlayar, pendiri dəri. Mən ona razı deyiləm. Düzdür, o yaxşı faktordur. Həyat yoldaşı insana dəyər verirsə, təbii ki, məsələn, ağ gün adamı ağardar, qara gün qaraldar söhbəti də var da.
Dediniz ki öz məktəbiniz var. İzləyicilərimiz sizinlə maraqlı olar. Sizdən mənim telefon nömrəmi alsınlar, sizə müraciət eləsinlər. Çünki bu işdə sizin missiyanız çox böyük oldu. Yəni mən efirə çıxmağı o qədər də xoşlanmıram ümumiyyətlə. Çox nadir hallarda çıxıram. Azərbaycan Yazıçılar İttifaqının üzvüyəm. Baxmayaraq hekayələrim var, şeirlərim var, ilahi şeirlər alıram. Amma bütün bunlara baxmayaraq hər kəsin haqqını qiymətləndirmək lazımdır. Burada sizin haqqınız böyükdür. Bəlkə də siz olmasaydınız, Mehriban xanım olmasaydı, məni dəvət edən Mehriban xanım olmasaydı, mən çox dəvət eləyiblər məni, amma bilirlər, dəvətçilər bilir. Gəlməmişəm, çıxmamışam. Nəsə Allah məsləhət bildi, çıxdım. Deməli, ardı olmalıyıq, inşallah. Çox sağ olun Elviyə xanım. Mehriban xanım da sağ olsun. Almaz xanım, sizə dərin təşəkkürlərimizi bildiririk. İnşallah ki, növbəti verilişlərimizdə görüşənədək. Təşəkkürlər. Əziz izləyicilərimiz, sizi yeni verilişimizdə Zərif Gücdə salamlayırıq. Adından da göründüyü kimi, qonaqlarımız cəmiyyətin həm zərif, həm də güclü varlıqları olan xanımlar olacaq. Onlarla müxtəlif mövzularda müzakirələr aparacağıq.